Mozart'ın opera yaradıcılığı. Mozart 11 yaşından başlayaraq bütün ömrü boyu opera yazmışdır. Lakin opera yaradıcılığı sahəsində onun nail olduğu ən yüksək nəticə ömrünün son 10 ilinə aiddir. Mozart müxtəlif tipli və janrlı operalar yazırdı. Zingşpillər, Hərəmxanadan qaçırılma, Sehirli fleyta, opera buffalar, Figaro'nun toyu, Hamı belə edir, opera seriyalar, İdomeney, Titin xeyirxahlığı. Özündə musiqili faciənin və komediyanın xüsusiyyətlərini uyğunlaşdıran və bu tiplərdən heç birinə yaxın olmayan Don Juan. Gluck'la yanaşı Mozart 18-ci əsrin opera sənətinin böyük reformatoru idi. Lakin Gluck'dan fərqli olaraq öz reformasını nəzəri olaraq bildirmirdi. Digər estetik əsaslardan çıxış edərək Mozart musiqili dramaturgiyanın başqa bir tipini yaratmışdı. Əgər Gluck musiqini dramatik hadisələrə təslim etməyə səy göstərirdisə, Mozart üçün isə musiqi operanın əsası idi. Mozartın opera musiqisi səhnə hadisələrinin inkişafı ilə tam vəhdətdə idi. Opera libretto yazarlarından Stefani da Ponte, Schikanederlə işləyərkən Mozart musiqi ilə dramatik hərəkətin ayrılmaz vəhdətinə, opera tamaşasının bütün elementlərinin bir-birinə qarşılıqlı tabeçiliyinə nail ola bilmişdi. Mozart opera seriya, opera buffa və zingşpil janrlarında opera yazsa da, bununla belə onun bütün operalarının stilistik əsası Viyana klassizmi idi. Mozartın opera dramaturgiyasının yüksək novator nailiyyətlərindən biri iştirakçıların, opera qəhrəmanlarının musiqili xarakteristikalarının ustalıqla verilməsi idi. Mozarta qədər opera janrında qəhrəmanların musiqili xarakteristikasında ümumiləşdirmənin, tipik və fərdiliyin, konkretliyin vəhdəti əldə edilməmişdi. Bu xarakteristikaların çoxcəhətliliyi də yox idi. Mozartın operalarında iştirakçılar təkcə ənənəvi tiplər deyil, həm tipikliyi, həm də fərdiliyi, təkrarsızlığı vəhdətdə uyğunlaşdıran canlı insanlar idi. Bu cəhətdən Mozartın musiqili teatrı 18-ci əsrin musiqili dramaturgiyasında realizmin ən yüksək nailiyyəti idi. Mozartın operalarında iştirakçıların musiqili xarakteristikaları təkcə solo və ya duet nömrələrində deyil, həm də bir sıra böyük ansambllarda qorunub saxlanılırdı. Figaro'nun toyu və Don Juan'ın finallarında, Don Juan'dakı sekstetdə və bir sıra digər ansambllarda hər bir iştirakçının özünəməxsus intonasiya sahəsi var idi. Lakin bəzi hallarda səhnə vəziyyəti ilə əlaqədar Mozart eyni fikir və meyllərlə yaşayan iştirakçılar qrupunu vahid xarakteristika ilə əks etdirirdi. Bəzi hallarda eyni iştirakçılar digər iştirakçıların xarakteristikalarına yiyələnirdilər. Beləliklə, Mozart özünün musiqili dramaturgiyasında əldə etdiyi ən yüksək nailiyyətlərdən olan operada musiqili xarakteristika məsələlərinə çox çevik və sərbəst yanaşırdı.